Hər vaxt xeyir olsun değerli izleyicilerimiz. Yani bildiğiniz kimi bugün yeniden biz gördüğünüz gibi hal-hazırda yeniden Trump Ukrayna yani Ukrayna olan müharibə ilə yəni maraqlı söhbətlər edir və sülhün olacağını eğer söyləsə də, sülh olsa da o tərəfdən deyək ki Hindistanla Pakistan arasında müharibələr gedir və təbii ki bu neftə təsir göstərir. Bugün nələr baş verəcək beynəlxalq maliyyə birjasında? Yəni ilk öncə biz nələrə diqqət etməliyik? Yəni funtun dollar rəqabətinə biz baxmalıyıq. Dünən təbii ki yaddaşlarla Qızılda ətraflı YouTube kanalında baxa bilərsiniz rolikin ardına. Və keçək funtun dollar rəqabətinə. Təbii ki qızıl dünən 120 dolar qalxdı. Təbii ki 71 dollardan sonra, enişdən sonra. Bugün funtun dollar rəqabətində gündəlik missiya 1170 pipsi və dünən 630 pips yuxarı doğru istiqamətlə davam etdirdi və bugün bildiyiniz kimi 18:00'da xəbərlər var. Xəbərləri mütləq izləmək lazımdır. Eyni zamanda dünən çıxan 5 xəbər, Amerikada çıxan 5 xəbər, yəni 3'ü pis oldu. Xəbərlərin biri orta və biri yaxşı oldu. Bundan istifadə edən Qızıl, yəni xəbərləri, pis xəbərləri, yəni özünə deyək ki, əsas tutaraq yuxarı doğru istiqamətlə davam edir və Qızılı zəiflədir. Bugün alış əməliyyatları, ümumiyyətlə funtda alış əməliyyatları gəlib, hədəflər 1.33, 500'lər 1.33, 600'lər yəni yaxın hədəfləri. Satış əməliyyatları günün ikinci yarısından sonra olar. Keçək biz Evron dollar rəqabətinə, Evron gündəlik missiya 1083 pipsi və dünən 550 pips yuxarı qalxdı və 550 pips də aşağı endi. Və alış əməliyyatları bugün hədəflər 1.12, 600'lərdə, satışlar isə 1.11, 800'lərdən gələcək. Keçək biz Qızıla, Qızıl yəni dediyimiz kimi çox sürətli hərəkətlə dünən yaddaşları qaldı, 71 dolar yəni endi və 120 dolar yuxarı doğru istiqamətlə aldı. Bu mükəmməl bir nəticə idi. Və gündəlik missiya bugün 83 dollardır. Alış əməliyyatlarımız 3229'lardan, satışlar isə 3202'lərdən düşünməyə dəyər. Keçək biz crude oil və future spotlara bugün qepləri bağlayacaq mı, bağlamayacaq mı sonra gəldi isə, yəni future spotlara alışlar 65'dən, çox uzaq crude oil'dən 65'dən yəni qepi bağlamaq üçün alış əməliyyatları, future spotlarda isə 65-70'lərdən gələcək. Satışlar isə 63 70'lərdən crude oil'da da 64-50'lərdən isə future spotlardadır. Bitcoin'e gəldiğinde ise Bitcoin yani biz dünən 101.800'lərdən yəni alışları demişdi. Oturacaq nöqtəsi təbii ki oturacaq nöqtədəydi və yuxarı doğru istiqamətlə davam etdirdi. Bugün yenidən yuxarı doğru istiqamətlə davam etdirdi. Təbii ki alışlar 104.500'lər, satışlar 103.500'lərdən gələcək. Türk lirası yəni bildiyiniz kimi Türkiye'de zəifləməyə doğru gedir. 38.824'lərdir. S&P, Dow Jones, Nasdaq və DAX-a gəldikdə isə, yəni bunlar nedir? Yəni S&P, Nasdaq və S&P dünən azca yuxarı doğru istiqamətlə davam etdirir, amma Nasdaqla Dow Jones təbii ki bundan əvvəl Nasdaqla S&P qalxmış, amma Dow Jones'la DAX qalxmamışdı. Təbii ki dünən onlar qalxdılar, eyni səviyyəyə çatdılar. Və təbii ki ümumi istiqamət yenidən yuxarıda əzizlərim. Bizim yadda saxlayın ki 5 şəkər təlimləri, yəni bu sferdə mükəmməl dərəcədə öyrənmək istəyirsinizsə, təbii ki pul yatırmaqdan əvvəl təlimə qoşulun, mükəmməl təlim keçin, ondan sonra isə Forex ticarətinə və kripto ticarətinə başlayın. Sağ olun, görüşmək ümidilə.